Rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı zəfər, 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurt yerlərinə qayıtmasına imkan yaratdı. 19 iyul 2022-ci il tarixindən etibarən Qarabağa böyük qayıdış prosesinə start verildi. Bu prosesin davamı olaraq 27 mart 2025-ci il tarixində Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verildi. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva martın 27-sində Ağdam rayonunun Sarıcalı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Sarıcalı kəndi 1-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak etdilər. Dövlət başçısı və 1-ci xanım Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə də tanış oldular. Qeyd edək ki, 1-ci mərhələ üzrə binaya 895 nəfərin, 203 ailənin köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Daha sonra Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Sarıcalı kənd körpələr evi, uşaq bağçasının və Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak etdilər. Sonra dövlətimizin başçısı və 1-ci xanım yeni mənzillərə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdilər. Ağdamın yenidən qurulduğunu vurğulayan dövlət başçısı aparılan geniş miqyaslı quruculuq işlərinə toxundu. Ağdam-Bərdə yolunun yenidən qurulduğunu, Ağdam-Xankəndi yolunun inşa edildiyini, dəmir yolu çəkildiyini və bu il istifadəyə veriləcəyini, vağzal kompleksinin inşa edildiyini bildirdi. Dövlət başçısı xüsusi vurğuladı ki, birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. İşğal dövründə mənfur düşmən dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. İmarət kompleksi, Natavanın qəbri bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu. Ağdam Muğam mərkəzi inşa edilir. Ağdamda böyük sənaye kompleksinin fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı, bu kompleksin Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacağını bildirdi. Həmçinin bu ildən bir neçə yaşayış kompleksinin də istifadəyə veriləcəyini bildirdi. Bununla bərabər bölgənin turizm imkanları nəzərə alınaraq 2 mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Dövlət başçısı onu da xüsusi vurğuladı ki, əgər bütövlükdə azad edilmiş torpaqlarda gedən işləri götürsək, qısa müddət ərzində bu qədər bərpa işləri heç bir ölkədə heç vaxt görülməmişdir. Bugün artıq Ağdama da qayıdışın ilk addımı atılıb. Bütün bu fəaliyyət isə onu deməyə əsas verir ki, Qarabağın bütün bölgələri tezliklə dirçələcək. Qarabağımızda həyat əvvəlki vəziyyətinə qayıdacaq.